Təsəvvür edin, yarmarkada şəkliniz üzərində olan kofe ala bilərsiniz. McDonald's tərəfdəki girişdən solda ikinci stenddir. Adı isə Yummy Ponchik adlanır. Burada qiymətlər çox münasibdir. Deyərdim, ən münasib stend məhz buradır. Toyuq dönəri istər çörəkdə, istərsə lavaşda cəmi 3 manatdır. Çox keyfiyyətli ərzaqlardan istifadə edilir. Adətən dönər yerlərinin ətrafında qəribə qoxu olur. Buradan gül iyi gəlirdi. Ərzaqların hər biri qədərində qoyulmuşdu. Ağarza çörəkdən, mən isə lavaşda dönər seçdim. Amma nə yalan deyim, Ağarzanın seçdiyi çörəkdə dönər daha ləzzətlidir, çünki çox xırçıltılıydı. Doyumludur, məsləhətlidir, həm də münasibdir. Yarmarkada yalnız burada şəkilli kofe var. Məncə çox maraqlıdır, ən azından bir dəfə almağa dəyər. Özü də şəkillər rəngli şəkillərdir. Gözünüzün elə qarşısında qızarılan, isti, yumuşaq, ləzzətli sadə ponçiklərin 3 ədədi cəmi 1 manatdır. Üzəri glazur ilə olanın isə 1 ədədi 1 manatdır. Ponçiklər çox dadlıydı, sanki uşaqlığıma qayıtdım. Gileylənirdiz ki, yarmarkada hər şey bahadır. Görürsünüz, daha münasib yerlər də var. Qeyd edim ki, mərkəzi univermaq tərəfdə də Yummy Ponchikin geniş çeşidli mağazası da var. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.